Bir bu yoxdur. 2 ayda yoxdur. Daha dərs çəkim oruçları var. İkinci bölümü təzyiq. 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 Ha. O zaman başlayalım uşaqlar. Başlayalım. Təzyiq. Şimdi təzyiq nədir? Təzyiq nədir? Təzyiq deyil. Bərk cisimlərə təsir edəməyən mühit qazlara təsir edir. Yəni təzyiqlə qüvvəni bir-birindən necə ayıra bilərik? Təzyiq bir qüvvə deyə bilərsən təzyiqə. Deyə bilərik. Təxmini də oxşar həssasiyyə göstərir. Oxşar göstərə bilərik deyirsən. Nəyə hazır? Məsələn, təzyiqin düsturu nədir? Təzyiqin düsturu P-dir. P bərabərdir. F təzyiq bölünsün S-dir. Bax, vahid səthə düşən əslində qüvvədir təzyiq. Aydındır. Məsələn, 1 kvadrat metr sahəyə düşən qüvvə nə qədərsə ona biz bir təzyiq deyirik. Bax, orada təzyiq göstərilir. Aydındır. Yəni, qüvvə göstərilmədiyi müddətcə təzyiq ortaya çıxmır. Yəni, təzyiq göstərir, bir divara təzyiq göstərir, hər hansı bir şey təzyiq göstərir. Yəni, o bir qüvvə göstərirsən də, aydındır, təsir göstərirsən. Yəni. Ona görə də, məsələn, tutaq ki, burada bizim F təzyiq qüvvəsi, bura bir cisim qoyaq, məsələn, bura bir cisim qoyaq, bu aşağı lövhəni əysin, təzyiq qüvvəsi göstərsin, buranı əysin, sətin sahəsi S olan bir lövhəni məhz aşağı əymiş olsun. Aydındır. Bu dəfə orada təzyiq göstərdi. Təzyiq göstərdiyi zaman, burada təzyiq göstərdiyi zaman, yəni qüvvə göstərdiyi zaman əyildi, sətin sahəsi S olan yerə qüvvə göstərdi, əyildi və biz dedik ki, bura biz təzyiq etmiş olduq. Aydındır. Vahidini çıxaraq, sizinlə bərabər. Qüvvənin vahidi nə oldu? Newton, sahənin vahidi nədir? Metr kvadrat. Bu bizim üçün bir, bəli, Pascal. Alimin öz şərəf nədir? Yaxşı. Alimin öz şərəf nədir? Təzyiq. Biz birinci indi baxacağıq bərk cisimlərin təzyiqinə. Sonra maye və qazlara baxarıq. Əvvələn baxacağımız bərk cisimlərin təzyiqi. Gördüyümüz kimi bizim təzyiqimiz, baxın, təzyiqimiz, qüvvə nə qədər təzyiq qüvvəsi çox olarsa, təzyiqimiz bir o qədər dəfə arta-arta gedir. Arta-arta gedəcək. Qüvvə çoxaldıqca təzyiqimiz artacaq. Sətin sahəsinə gəldikdə isə təzyiqimiz sətin sahəsi ilə tərs mütənasibasıdır. Sətin sahəsi böyükdürsə, təzyiq avtomatik olaraq kiçilir, sətin qüvvənin sabit qiyməti. Sətin sahəsi kiçilərsə, təzyiq böyüyər. Bu nə deməkdir ki, bunun üzərində sizinlə bərabər işləyik. Əsas bizim bu günlər bərk cisimlərdə buna baxacaq, maye və qazların nəyə baxacaq, onlar sizinlə birlikdə fikir verək. Nə üçün biz belə bir ifadəni qeyd edirik? Məsələn, deyirəm ki, uşaqlar 2 mismar götürək. Mismar bilirsiniz də nədir? Hə? 2 dənə mismar götürək. Birin formada. Bir dənə mismar burada götürək. Sən belə bir formadadır. Sizcə hansı yerə tez batar, rahat batar? Hə? Bu tez yerə batar. Səbəb nədir? Bax, sətin sahəsidir. Bunun sətin sahəsi tutaq ki, S-dirsə, bunun sətin sahəsi məsələn 10 S-dir. Sətin sahəsi kiçikdir deyə təzyiq böyükdür. Tez yerə batar. Sətin sahəsi böyükdür deyə təzyiq avtomatik olaraq kiçikdir. Yaxşı, yadınızdan çıxmasın uşaqlar. Məsələn, ona görə də məsələn, tutaq ki, pəhləvanlar rahat-rahat mismarların üzərinə düzürlər, yaxın-yaxın mismarların üzərinə uzana bilirlər. Niyə? Nə proses olur orada? Nə edirlər pəhləvanlar? Hansı taktikanı işlədirlər? Biz deyirik, düz pəhləvandır, pəhləvan güclüdür. Söz yox, yəni canlıdır, bədənlidir, ağır-ağır yükləri kaldırır və s. və axır. Ancaq bizim o pəhləvanların bu
mismarların üzərindəki uzanırlar da, bu formada uzanır da. Sən xahiş etsək ki, bir dənə mismarın üstü uzansa görək vəziyyət necə olar? Sразу da. Bax, məsələ o dəqiqə batar, hə? Səbəb nədir? Pəhlivan neyir? Nə işi? Məsələn, pəhlivan kilosu tutaq ki, 80 kiloqramlıq bir adamdırsa, 100 kiloqramlıq bir adamdırsa, 100 dənə mismarı yaxın bir-birlərinə vururlar. 80 dənə, 100 dənə, 120 dənə mismarı yaxın vursa, 80 kiloqramlıq cismi 80 dənə, 100 dənə, 120 dənə mismar arasında böləsi olsa, hərəsində 1 kiloqram, bəzən heç 1 kiloqramlıq bir yük düşmür, ona görə də o bədəninə o batmır. Təsəvvür edə bilirik. Yəni, ona görə o bədəninə o batmır. Amma bir də var ki, bir mismarın üzərində 80 kilo olur. Həmən dəqiqə necə batacaq. Bax, bu da onların bir taktikasıdır. Demirəm, yenə deyirəm, pəhlimanda bir güc var, qüvvə var, güc qaldırır, güclər qaldırır. Amma bu qədər söhbət var, bu qədər yox söhbət var. Yəni, bu qədər də yox məsələdir. Əlbəttə ki, o anda o dəqiqə ona batmış olar. Şüşələri də bu şəkildə, şüşələri bəzən uzanırlar. Məsələ nədir? Səthin sahəsini artırırlar, qüvvəni azaldırlar. Təzyiq qüvvəsində orada təzyiqimizi azaldırlar. Bunu yaddan çıxartmayalım uşaqlar. Məhz bu səthin sahəsindən asılıdır uşaqlar. Və yaxud da ki, məsələn, deyirik ki, qarın üstünə çıxırıq, qara batırıq, amma ayağımıza xizək giyinirik, qara batırıq. Niyə? Səthin sahəsi böyür, xizəkdir də. Biz artıq qarın üzərində rahat dura bilirik, amma səthin sahəsi kiçik olanda qara batırır. Məsələn, daha sonra kitablarımızda toyuq göstərirlər, qaz ayağı göstərir. Toyuqlar qarda gəzəndə batırlar, amma qazda gəzəndə və ya ördək gəzəndə batmır. Çünki qaz ördəyə ayağın arası pərdəsi böyükdür, rahat təzyiq kiçikdir, rahat hərəkət edə bilirlər. Aydındır, yəni o bu prosesi çox rahatlıqla həyata keçirə bilirlər. Və yaxud da ki, nə bilir, bəzən görürsən ki, butulkanı baş aşağı, bir də ki, normal şəkildə qoyurlar. Baş aşağı olanda butulka torpağa batır, məsələn, normal olanda batmır və ya quma batır, normal olanda batmır. Səbəb nədir? Və bunu biz bir qələmimiz üzərindən də göstərə bilərik. Məsələn, qələmin bu hissəsi əlimizə batır, amma bu hissəsi əlimizə batmır. Aydındır. Məsələn, bu hissəsinə vura da bilərik, sıxıntı yoxdur. Amma bu hissəsinə mən vura bilərəm. Dolduranda adam mənim var. Məsələn, o ki, səthin sahəsi kiçik olanda o təzyiq böyük qiymət alır. Yəni, yüngül vuran kimi ağır vermiş olur. Bu tərəfdə səthin sahəsi kiçik deyil, böyükdür, təzyiq avtomatik olaraq kiçilmiş olur. Yaxşımı? Bunu yaddan çıxarmayalım uşaqlar. Bərk cisimlərdə təzyiqin qüvvədən və səthin sahəsindən asılılıq anlayışı budur və bərk cisimlərdə təzyiq həmişə qüvvə istiqamətdə ötürülür. Harada qüvvə göstərirsə, təzyiq də o istiqamətdə ötürülür. Keçək maye və qazlarla görək necədir. Maye və qazlar. Bir qab götürsək, bax, bir qab götürək. Qabın içərisini biz su ilə dolduraq. Qabın içərisini su ilə dolduraq. Təzyiqimiz, yenə təzyiqimiz P bərabərdir. F təzyiq bölünsün S-dir. Bu qabın səthin sahəsi olsun. Bu qabdakı qabının sütunu, su sütununun hündürlüyü olsun. Aydındır, su sütununun hündürlüyü olsun. Mən təzyiq qüvvəmin yerinə mg yazaram, böl S, m-in yerinə rho vj böl S, v də bu qabın həcmini necə taparsınız? Silindrik formadakı qabın həcmini necə tapırıq? V bərabərdir S bu nədir? H-dır. Bax, silindrik qab formalı cisimlərin həcmi formada tapılır. Onda yazarım ki, rho S H bölünsün S. Bax, buradan S-lərimizi qısacıqlar qalar, rho J H. Baxın, mənim mayelərdəki təzyiqim P bərabərdir rho J H. Bu düsturun adı hidrostatik təzyiq adlanır. Hidromayedir, mayenin qabın dibinə və divarlarına göstərdiyi təzyiqdir. Hidrostatik təzyiq. Hidrostatik təzyiq. Yaxşı, hidrostatik təzyiq adlanır. Rho-dan, J-dən, H-dan necə mütənasibdir? Düz mütənasib asılıdır. Aydındır. Bayaqları o bərk cisimlərdə bir şey də qeyd etmədik. Məsələn, ola bilsin ki,
hər hansı bir cisimimiz var, aşağı təzyiq göstərir. Aydındır. Sətin sahəsi heç onu yerə. Bir də yuxarıdan aşağı bucaq altında qüvvə ilə təsir göstərə bilər və ya dik təsir göstərə bilər. Onda bizim təzyiqimiz P bərabərdir. Məsələn, F təzyiq üstəgəlisi, bu nəyə biz iki toplananı ayırırıq da, sinüs, kosinüs toplananlarını ayırırdıq. MJ sinüs alfa qədərdir, aşağı sıxılır. Onun görə F təzyiq üstəgəlisi MJ sinus alfa qədər aşağı sıxır bölünsün S yazmamız lazım. Yəni onu da nəzərə almaq lazımdır. Dik göstərilsə, elə birbaşa MJ sinüs alfa ehtiyac olmaz. F təzyiq üstəgəlisi F böyle S yazacağıq. Bucaq altında olsa MJ sinüs qədər aşağı təsir göstərir, bunu yaddan çıxarır. Lap yaxşı. Baxın uşaqlar, bax bizim mayelərdə qabın dibinə və divarlarına göstərilən təzyiqin adı olur hidrostatik təzyiq və təzyiqimiz Rho-dan J-dən H-dan düz mütənasib asılıdır uşaqlar. Rho mayenin sıxlığıdır. Mayenin sıxlığı artdıqca təzyiq artır. Məsələn, deyirik ki, normal su ilə duzlu su arasındakı fərq. Yumurtanı atırıq, suyun içine gedir, batır. Yumurtaya duz qatırıq, suya duz qatırıq. Qatılığını artırırıq. Sonra biz yumurtanı atırıq suyun içine, baxırıq ki, yumurta çıxır suyun içine. Aydındır. Biz orada sıxlığını artırdıq. Sıxlıq artan kimi, aydındır, həməl. Məsələn, deyir ki, balın sıxlığı çox. Məsələn, balın içində hər şey tez batmır. Görmüşsünüz, çox balın üzündə qalırlar. Qatı maddələr bu şəkildə həmən dəqiqə sıxılışdırıb çıxardır. J sərbəşmə təzyiqidir. Yenə A təzyiqinə yuxarı geçsək nə yazacağıq? Rho J plus A vur H. A təzyiqinə aşağı geçsək Rho J minus A vur H şəkildə yazarıq. Ona da bunu qeyd götürə bilərik ki, bizim təzyiqimiz yenə Rho J plus minus A vur H şəkildə. O da A təzyiqi ilə hara getdiyi zaman yuxarı və yaxud da aşağı gedəndə mütləq onları ümumiyyətlə A təzyiqinin yuxarı aşağı gedəndə sərbəşmə təzyiqinin yerində biz onu J plus A və ya J minus A yazmaq olmuyor. Uşaqlar, mayelərdə yaddan çıxartmayın. Hündürlük deyəndə nə nəzərdə tutulur? Bizə vacib olan birinci məsələ budur. Mayelərdə hündürlük deyəndə dərinlik nəzərdə tutulur. Yəni, biz hündürlüyü belə baxırıq, neçə metr hündürlükdədir. Amma suda belə olmur. Neçə metr dərinlikdədir. Yəni, dərinlik nəzərdə tutulur. Yəni, dərinlik artdıqca hündürlük artır deyilir. Təsəvvür etdik. Ona görə də bizim dərinliyimiz artdıqca, buna hündürlüyümüz artdıqca təzyiqimiz arta gedir. Yəni, biz suyun dibinə getdikcə dərinlik artdıqca təzyiq avtomatik olaraq arta aşağı doğru gedəcək uşaqlar. Və aşağıda mayenin qabın dibində, dibdəki təzyiqimiz, buradakı təzyiqimiz Rho JH-dır. Ortada təzyiqimiz Rho JH bölünəcək olacaq, 2'dir. Burada bizim J, bu hissədə bizim təzyiqimiz nə olacaq? 0. Səbəb H nədir? 0'dır. Mayenin təzyiqi olur. Başqa təzyiqlər var, mayenin təzyiqi yoxdur. Çünki onun hündürlüyü yoxdur. Aydındır, atmosferin təzyiqi var, bu var, bu necə. Amma mayenin təzyiqi suyun üzündə olmur. Ona görə də şarı atırıq suyun üzündə rahat durur. Şarı məcbur suyun içine saldığın zaman deyirsən şar suyun altında partlayır. Aydın dözmür partlayır. Səbəb o zaman dərinlik gələk, bəs dərinlik məsələsidir. Ümumiyyətlə biz insanın da düşə biləcək suda bir dərinlik var. Yəni dərinlik artdıqca təzyiq avtomatik olaraq arta gedir. Bir təcrübə var. Mariana çökəkliyinə, o 11 metr dərinlikdə Mariana çökəkliyinə düşmək çox çətin bir şeydir uşaqlar. Həm nə üçün çətin bir şeydir? Çox ağır. Təzyiq və təzyiq qüvvəsi çox böyükdür. Hər dərinlik artdıqca təzyiq arta gedir və o qədər şiddətli artır ki, uşaqlar onun önünü hələm kiçik şeylərlə almaq mümkün deyil. Aşağı düşəndə xüsusi sualtı qayıqlar hazırlayır və neçə dəfə hazırlayırlar, gelib tam çata bilmirlər ki, şüşəsi partlayır, dözmür, çox güclü şəkildə təzyiq sıxır kənardan. Bir tənə belə dözümlü bir sualtı qayıqlar düzəldilər, sualtı qayıqlar aşağı göndərirlər, hətta aşağı göndərirlər, yenə şüşəsində çat əmələ gəlir təzyiqin güclülüyünə görə. Amma göndərməmişdən qabaq altına insan baş skelet modelini yerləşdirirlər. Mariana çökəkliyindən düşəcək, yoxlamaq üçün. İnsan baş skelet modelinin altına yerləşdirirlər və suyun altına yığılırlar. Suyun altına düşüb və qalxdıqları zaman
Baxın, görürlər ki, insan baş siklet modeli kiçik. Təzyiq o qədər böyükdür ki, sıxır kiçikdir. Aydındır. İndi biz mesela suyun dərinliyinə getdikcə bizim beynimizdə, ciyərlərimizdə olan hava var da, sıxıb onu partladır. Təzyiq çox böyükdür. Daxildəki təzyiqimiz var, bir də ki, xarici təzyiq, daxildəki təzyiqdən çox olduğu üçün kənarlardan sıxır və bizi nə edir? Sıxıb partlatmış olur. Aydındır, baxın yaddan çıxartmayın uşaqlar. Yəni, dərinlik artdıqca təzyiq avtomatik olaraq arta getməlidir. Onu belə bir təcrübədə desək, ona belə bir təcrübə varsa, maye sütunun hündürlüyü baba buradan olsun. Maye sütunun hündürlüyü baba buradan olsun. Və nöqtələr götürək. 1 nöqtəsi, 2 nöqtəsi, 3 nöqtəsi və 4 nöqtəsi. Təzyiqləri müqayisə edin deyəcəklər. Burada həm çaşdırıcı sual var, həm də dərinliyə baxacaq. Hansı cavab dərindədir? 1-dən 2. Onda P1 bərabərdir P2. Böyükdür. 3 mü, 4 mü? Hansı suyun üzünə yaxın? Hətta mən 4'ü biraz da aşağıdan çəkim. O, buradan çəkim. Böyükdür, 3'dən böyükdür, 4 4 böyükdür, 3'dən böyükdür. 4 3'dən böyükdür. Bəs 3 suyun üzündə sayılmır ki? Yox, mən. Bəli, 3 suyun üzündə sayılır uşaqlar. Yaddan çıxartmayın. Ola bilər, bunun altı da sudur və hündürlük hesablananda, bax, 3 buradan hesablanır. Yaxşı, bəzən uşaqlar deyir ki, mən bu qabın üzünə çatır, xeyr. Su sütununun hündürlüyündən hesablanacaq. Ona görə də böyükdür 3'dən, o da böyükdür nədən? 4'dən. Yaxşı, ən kiçik hansı olacaq? 4 olacaq. Başa düşürük, mütləq və mütləq 3 ola bilər ki, gəlib burada dirənsin. Biz 3'ü kiçik götürməyə çalışaq mı? 3 kiçik deyil. 3 4'dən əslində böyükdür. Təsəvvür edə bildiyim, orada məsələnin sırf o formasıyla o hissəsinə diqqət göstərir. Video gedir. Hə? Video gedir. Sınıf 11-ci dəqiqə dayanmışdı da. Getməmiş olmaz. Aha, bəli. 3-4'dən avtomatik olaraq məhz böyük. Bəs Pascal nə deyir? Pascal bir qanunu var, Pascal nə deyir? Deyir ki, uşaqlar, bir silindrik formalı qab götürək. Bunun ağzı hissəsindən porşeyi yerləşdirək. Porşeyi bilirsiniz ki, uşaqlar, sürüşə bilən buna mütəhərrik porşenlər deyirlər. Yəni, porşen prosesində sürüşür. O tərəfə, bu tərəfə biz buna sıxabilirik. Və bunun içərisində qazla da doldura bilərik, maye ilə də doldura bilərik və s. Və mən buradan buna qüvvə ilə təsir edib bu porşeni sıxsam, maye və ya qaz burada içərisində olan maye və qazın istiqamətləri hansı istiqamətdə olacaq? Hara ötürüləcək? Necə ötürüləcək? Əgər mən buradan uşaqlar müxtəlif deşiklər açası olsam, yaddan çıxartmayın, təzyiq bütün istiqamətlərdə ötürüləcək və bərabər ötürüləcək uşaqlar. Bax, geri də qayıdacaq, fərq etməz. Bütün istiqamətlərdə ötürüləcək və bərabər ötürüləcək. Bu qanun Pascal qanunudur. Bərk cisimlərdə qüvvə göstərsək, hansı istiqamət olsa, o istiqamətdədir. Amma maye qazlarda elə deyil uşaqlar. Məsələn, bir qabımız var, içi su ilə doludur. Hər tərəfdən bir deşik olsa sıxsa, hər tərəfdən eyni qədər su çıxacaq, sıxdığımız zaman. Tüstüdürsə, hər tərəfdən eyni qədər tüstü çıxacaq. Aydındır. Məsələn, bu qanun Pascal qanunudur uşaqlar. Deyir ki, maye və qazlara göstərilən təzyiq bütün istiqamətlərdə bərabər ötürülür. Həmən bu qanuna biz Pascal qanunu deyirik. Bunu yaddan çıxarmırıq uşaqlar. Yəni, burada məsələn, bəzən misal verə bilərik. Məsələn, tutaq ki, əlini evdən göndərə bilər ki, get aşağıdan su al gətir. Əli də ki, əli şordur da. Əli şordur. Özü şor deyil, özü yaxşı olar, amma əli şordur da. Bir dəfə nə dedik ona, yaman cüzə qoydu? Nə işlə iş tapşırmışdır əliyə? PDF. Hə? PDF. Sağ ol, yadına düşüb deyirəm, nəsə bir yaratmaz iş var. Hərdən 5 litrli bir qab su al gətir, getdi su almağa gətirməyə. O da orada kola-kosa vura götürdü, gəldi. Orada 2-3 dənə baxdı, gör ki, 2-3 dənə yerdən deşik açılıb, evə su gəlib çatmıyor. Qabı deşik elədi, fırlada götürüb gəlir.
baxıb görürük ki, aşağıdan açılan deşikdə suyun təzyiqi, yuxarıdakından çoxdur. O da ən yuxarıdakı daha azdır. Ən yuxarıdan axan su demək olar ki, çox da təzyiqi yoxdur. Ortadakı nisbətən təzyiqi var, amma ən aşağıdan axanın isə təzyiqi ondan daha böyükdür və daha çox uzaqlaşmış olur. Səbəb nədir uşaqlar? Yenə dərinlik. Bəli, yenə dərinlik. Bunun dərinliyi var, buna H1 deyə bilərik. Ortadakına H2 deyərik. Bir də ən aşağıdakına H3 deyərik ki, ən aşağıdakı daha dərin olduğu üçün onun təzyiqi çox olur, və daha çox uzaq məsafələrə getmiş. Amma yaddan çıxartmırıq ki, bizim təzyiqimiz burada sahələr ixtisar etdiyimiz üçün sahədən asılı deyildir uşaqlar. İndi təzyiqci, əllə deyəcək ki, yaradım, bir şey yaramadım. Əli, yavaş-yavaş öyrənmirik də, əsas odur ki, öyrənirik. O şey deyir, Mərman bəli öyrənə gedir də. Öyrənə gedir də, yəni, tərcüman apara gedirik də. Uşaqlar, burada daha çox qablardan suallar gəlir. İkinci çaşdırıcı suallar qabların formaları ilə əlaqədərdir. Qablardan suallar gəlir, bunlara bir diqqət yetirəyin. Qablardan nə formada və necə suallar gəlmiş olur uşaqlar. Tutaq ki, deyirəm, bizim əlimizdə 3 tip qabımız var. Üç tip qabımız var uşaqlar. Bu sətin sahəsi S, məsələn bu 2S, məsələn bu 3S sətin sahəsi olan qabımız var və içlərinə eyni hündürlüklü maye tökmüşük, eyni sıxlıqlı və eyni hündürlüklü maye tökmüşük. Hamısının sıxlıqları R'dur, yəni R'o. Hamısının sıxlıqları R'dur. Bizə sual soruşur ki, sual istəyir ki, bunların təzyiqlərini F təzyiq 1, F təzyiq 2, F təzyiq 3 və təzyiqlərin özlərini P1, P2 və P3-ləri müqayisə edin. Uşaqlar, əvvəla gəlin birinci biz sizdən təzyiq qüvvəsini tapaq. Təzyiqi bildik, R'J H-dan asılıdır. Bəs təzyiq qüvvəsi, bizim təzyiq qüvvəmiz uşaqlar P vurulsun S olacaq, o da R'J H vurulsun nə olacaq? S. Bax, təzyiq qüvvəmiz həm R'dan, həm J-dən, həm H-dan, həm də S-dən necə mütənasibdir? Düz mütənasibdir uşaqlar. Ona görə də mənim təzyiq qüvvəm R, J, H və S-dən düz mütənasib asılıdır. Gəlirik birinci təzyiq qüvvəsinə. R'lar eyni, J-lər eyni, H-lar eyni, amma S-lər vəzif olduğu üçün təzyiq qüvvələri hansında böyükdür? 3-də böyükdür. Amma təzyiqə gəldikdə R eyni, J eyni, H eyni olduğu üçün təzyiqlər bərabərdir. Bu, hansı təzyiqdir? Mayenin qabın dibinə göstərdiyi təzyiqdir. Bu belə. Ancaq ikinci bir prosesə keçirik. Sual verilir ki, başqa bir sual forması bizim üçün hazırlansa, biz buna necə yanaşacağıq? Başqa bir sual formasına baxaq uşaqlar. Belə bir sual formasına baxaq uşaqlar. Bunun da sətin sahəsi S-dir, bunun da sətin sahəsi S-dir, bunun da sətin sahəsi S-dir. Və üçündə də eyni hündürlüklü maye tökülüb, H hündürlüklü maye tökülüb. Deyir, yenə sıxlıqları eynidir, hər birisi R'dur. Bizim üçün yenə təzyiqləri P1, P2 və P3-ü müqayisə edin və təzyiq qüvvələrini müqayisə edin. 1, F təzyiq 2 və F təzyiq nədir? 3-dür. Buyurun, müqayisə edək. Baxaq, nə müşahidə edirik uşaqlar? Yenə təzyiqimiz R'dan, J'dən, H-dan asılı deyilmi? Bəli, R'dan, J'dən, H-dan asılı olduğu üçün, R'ları, J'lər, H-ları eyni olduğu üçün bunları təzyiqləri də bərabərdir. Və təzyiq qüvvələri? Bəli, təzyiq qüvvələrinə gəldikdə yenə 3 bölüdür 2-dən, 2 də bölüdür 1-dən. Niyə? Sahə dəyişsə də, dəyişməsə də Ağzına görə müəyyən. Qabın formasına görə. Yadına gəldi, o məsələni danışmışdıq. Hə? Bəli.
qabın formasına görə. Prezident o stəkanı bir dəfə danışırdı. Çinli idi, yoxsa kim idi? Onlara danışanda dedi ki, stəkanın forması deyirdi. Çayın armudlu stəkan formasına hazırlanması, armudlu stəkan formasına hazırlanması çayı daha yaxşı istə saxlamaq üçün deyə. Bax, ona görə uşaqlar, bunu yaddan çıxartmayın ki, yaddan çıxartmayaq. Səbəblərini birlikdə, sizinlə birlikdə baxalım uşaqlar. Bu qabın arasındakı, yəni bu qabla bu qab arasındakı fərq nədir? Uşaqlar, bu qabda mayenin bir hissəsi qabın divarlarına təsir edir. Bir hissəsi qabın dibinə təsir edir. Burada mayenin hamısı, tutaq ki, hamısı qabın dibinə təsir edir. Burada da hamısı onsuz dibə təsir edir. Amma qabın divarları da əlavə olaraq mayeni aşağı neyinir? Sıxı təzyiq qüvvəsini artırır. Ona görə də bundakı təzyiq qüvvəsi mayenin çəkisindən böyükdür. Məsələn, yazaram ki, F təzyiq qüvvəsi böyükdür əslində bu da mayenin çəkisindən. Burada mayenin çəkisi təqribən təzyiq qüvvəsinə bərabərdir. Çünki maye hamısı ilə dibə təsir göstərdi. Burada isə qabın divarlarına təsir göstərdiyinə görə burada mayenin çəkisi böyükdür təzyiq qüvvəsindən götürmək olar. Səbəb, burada mayemizin çəkisi daha çoxdur. Nəinki qabın dibinə göstərilən təzyiq qüvvəsi. Çünki divarları. Görmüsünüz uşaqlar, yük vedrələri, su vedrələri hazırlananda belə hazırlanır. Səbəb, çünki maye qabın divarlarına tək dibinə təsir göstərməsin, divarlara da təsir göstərsin, yük paylansın. Aydındır, qüvvə paylansın deyə bunu belə edirlər. Yaddan çıxartmıyor. Bu formada hazırlanmasının səbəbi budur. İndi müşahidə etdiyiniz üçün sahələr eynidir. Amma qabın forması orada təzyiq qüvvəsinin artırılmasını göstərir. Yəni, qabın bu formada hazırlanması və bu formada hazırlanması orada təzyiq qüvvəsinin daha böyük olduğunu göstərir. Bəzən yemək qazanları var ki, bu formada hazırlanır. Biraz daha ağır yeməkləri pişirmək üçün. Bilmirəm, müşahidə eləmişsə ya yox, belə bir yemək qazanları var. Belə bir yemək qazanları hazırlanır. Yemək, burada təzyiq qüvvəsi çox olur. Aydınız qab belə formadadır, orada təzyiq qüvvəsi avtomatik olaraq o biristlərə nisbətən çox olur. Və burada təzyiq qüvvəsi çoxdur deyə yeməyin pişməsinə, orada daha tez parçalanmasına kömək göstərir. Aydındır, bunu yaddan çıxartmayın. Demək ki, qabın bu formada olması orada təzyiq qüvvəsinin çox olması anlamına gəlir. Bu mayenin qabın dibinə göstərdiyi təzyiqdir və təzyiq qüvvəsidir. Çaşmayın. Bir də onu görürsünüz, deyir ki, maye dolu qab yerə göstərdiyi təzyiq. O şey orada bərk cisim kimi baxacaqsınız. Necə olduğunu olan? Maye dolu qabı yerə göstərdiyi təzyiq və təzyiq qüvvəsindən danışanda artıq ucuna bərk cisim kimi baxmaq məcburiyyətindəyik. Başa düşürsünüz? Çünki mayədən söhbət etmir. Sadəcə çaşdırır. Maye dolu qabın yerə göstərdiyi təzyiq qüvvə. Biz mayədən danışırıqsa, o zaman biz ondan bir işimiz yoxdur uşaqlar. O zaman bərk cisim kimi baxacağıq. Amma mayenin qabın dibinə və divarlarına üzrə təzyiq dediyi zaman biz avtomatik olaraq buna bu şəkildə yanaşma məcburiyyətindəyik. Buraya bir sualımız var, deyəcəyimiz var. Çox sadə uşaqlar, yəni burada əsas qablara diqqət yetirin. Dərinliyə həmişə xüsusi diqqət yetirin. Və tutaraq, yəni bərk cisimlərdə belə bu qədər proses yoxdur. Bu bir dənə şəkil. Hər ihtimallar özünüzdə saxlayın ki, bilmək olmazdı, sonra bunun əziyyətini çəkməyəsiniz.